Muhalefet mübarizə aparıb iqtidara gəlmək istəyir. Birinci gerek iqtidara gəlmək istəyən qüvvələr ölçsünlər, bilsinlər ki, onların hansının iqtidara gəlib Azərbaycan kimi bir ağır devirdə yaşayan ölkənin problemlərini həll edə bilərlər. İkinci de eğer buna arxayindirlərsə, buna inanırlarsa, onda gerek bunu normal yolunu edəsinlər. Düşmançılıq yolunu etməsinlər. Bunları da aradan qaldırmaq üçün mən hesab edirəm ki, diyalog indi Azərbaycan üçün daha da zəruridir. Və mən bunu bəyan etmişəm. Mən bu diyalogun tərəfdarıyam. Və hesab edirəm ki, diyalog olmalıdır. Diyalog ola bilər hər dəfə nəticə verməsin. Ancaq diyalogun özlüyündə mən o dediyim istiqamətdə iqtidar müxalifət münasibətlərini tənzimləyə bilər. Müxalifət anlamalıdır ki, iqtidar var. Və iqtidar da anlamalıdır ki, müxalifət var. İqtidar müxalifəti qəbul etdiyi kimi, müxalifət də iktidarı qəbul etməlidir. Eğer her iki taraftan bu olmasa, bu mümkün değil. Yahut da ki kimse muhalefet hesap edir ki, onlar zorla bu iki iktidarı nəsə mecbur edə bilərlər. Bu mümkün değil. Baxmayaraq ki, o muhalefette olan insanların bazıları vaxtilə cinayət ediblər. Yani bizim iktidarda olduğumuz vaxtda cinayət ediblər. Baxmayaraq ona. Mesela məlumdur, bunu bir neçə demiş ki, onların bəziləri Azərbaycanda 95-ci il mart hadisələrinin yaranmasında iştirak ediblər. Bu məlumdur bizə. Məlumdur. Başqa cinayətlər ediblər, bu da məlumdur. Ancaq bir halda ki, indi bunlar müxalifət kimi siyasi fəaliyyətlərdirlər. Demək, hesab edirəm ki, onların o cinayətinə bizim qanunlar baxacaqdır, bir gündə baxması sabah baxacaqdır. Ancaq bunlarla danışıq aparmaq olar.